Selamun Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz dostlar, mübarək Ramazan ayının ilk günündəyik. Bu ay sadəcə bir təqvim dəyişikliyi deyil, ruhumuzun yenidən doğuşudur. Ramazan məktəbinin ilk dərsi isə niyyətdir. Çünki niyyət adidən müqəddəsə keçid körpüsüdür. Gəlin, bugünün ayə və hədisi ilə qəlbimizdəki niyyəti saflaşdıraq. 1. Günün ayəsi, həyatın məqsədi. Ayə, de, şübhəsiz ki, mənim namazım da, ibadətim də, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür. Ənam surəsi 162. Açıqlama. Bu ayə bizə bir həyat manifesti təqdim edir. Niyyət sadəcə dildə niyyət etdim oruç tutmağa demək deyil. Əsl niyyət, etdiyimiz hər bir hərəkətin, yediyimiz yeməkdən tutmuş, gördüyümüz işə qədər mərkəzinə Allahın rizasını qoymaqdır. Əgər biz bugün ac qalırıqsa və bunu sadəcə pəhriz üçün deyil, Yaradanın əmri olduğu üçün ediriksə, o artıq adi bir aclıq deyil, böyük bir ibadətdir. Bu ayə bizə öyrədir ki, Ramazan ruhunu bütün ilə yaymalıyıq. 2. Günün hədisi. Əməllərin ruhudur niyyət. Hədis. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur. Əməllər ancaq niyyətlərə görədir və hər kəsə ancaq niyyət etdiyi şey qalar. Buxari, Müslim. Açıqlama. Bu hədis İslamın təməlidir. Düşünün, iki insan eyni şəkildə ac qalır. Biri sadəcə axşama nə yeyəcəyini düşünür, digəri isə bu aclıqla nəfsinə qalib gəlməyi və ehtiyacı olanları anlamağı niyyət edir. Zahirən eyni görünsələr də Allah qatında aralarında dağlar ədər fərq var. İmam Şafi bu hədis haqqında deyir ki, bu hədis elmin 1/3-dir. Çünki niyyət adəti ibadətə çevirən sehirli bir toxunuşdur. Bugün oruca başlayarkən özünüzə sual verin. Mən bu orucu niyə tuturam? Səmimi bir Allah üçün cavabı bütün yorğunluğunuzu ibadətə çevirəcək. 3. Günün duası, səmimiyyət istəyi. Gəlin, bu ilk gündə əllərimizi açıb Rəbbimizə belə yalvaraq. Allahım, bizi niyyəti təmiz, qəlbi sadiq bəndələrindən eylə. Bu Ramazanı bizim üçün sadəcə bir aclıq sınağı deyil, ruhumuzun təmizlənmə vasitəsi et. Başladığımız bu müqəddəs yolçuluqda iradəmizi gücləndir, bizi riyadan, yəni göstərişdən uzaq tut. Etdiyimiz hər bir əməli sənin rizan üçün etməyi bizə nəsib eylə. Amin. Əziz izləyicilər, bugün niyyətimizi təzələdik. Şərhlər bölməsində bu Ramazan üçün özünüzə qoyduğunuz ən böyük hədəfi yazmağınızı istəyirəm. Məsələn, bu Ramazan daha çox Quran oxuyacam və ya bu Ramazan qeybətdən tamamilə uzaq duracam kimi. Sabah ikinci gündə səbir mövzusunda görüşmək üzrə. Kanala abunə olun ki, bu 30 günlük yolçuluğu birlikdə tamamlayaq. Allah'a əmanət olun.